Təbii ki, Azərbaycanın artan gücü və inkişafı, eləcə də ölkədə hökm sürən siyasi sabitlik bəzi ölkələri qıcıqlandırır və bu siyasi paxıllığın nəticəsidir ki, Azərbaycana qarşı tarix boyu məkirli siyasət yürüdən İran yenə də öz çirkin əməllərindən geri çəkilmir. Əksinə, bu regionda terror küləyi əsdirməkdə qərarlı görünür. Bunu həm də batmaqda olan Molla rejiminin çırpıntıları kimi də qəbul etmək olar. Bismillahirrahmanirrahim. Böyük Allahın adı ilə. Əslində materialı müqəddəs kəlamla başlamağımın əsas məqsədi hər zaman Azərbaycana və onun müstəqilliyinə təhdidlər dolu çıxışlar edən və fiziki təsirdən belə çəkinməyən İranın xüsusi dairələrinin, ayətullahların yadına Allaha və onun böyüklüyünü salmaqdır. Allaha inam, nə qara geyinib şeytan libas olmaqdır, nə də ki milyonlarla dindaşını insani haqq və hüquqlardan məhrum etməkdir. Nə də ki, əli müsəlman qanına batan kafiri sinəsinə basıb ona hər cür dəstəkdə bulunmaq deməkdir. Xüsusilə son günlər Molla rejiminin artan aqressiyası sanki Allahın qəzəbinə gəlmiş və yolunu azmış bir kimsənin çırpınışlarına daha çox bənzəyir. Jurnalist yazıcı Rafiq Tağının öldürülməsi, əyətullahların vaxtaşırı fətvaları, Azərbaycanın internet məkanına edilən təcavüz və nəhayət Azərbaycan ərazisində başqa millətlərdən olanlara qarşı terror həyata keçirmək və sabitliyi pozmaq cəhdi kimi faktlara az sonra toxunacağım. Hələlik isə bu dövrədək İran tərəfindən Azərbaycan türkünün başına gətirilənləri ayətullahların və mollaların nəzərinə çatdırmaq daha yaxşı olardı. Bəlkə bundan sonra böyük olan Allah onların da yadına düşdü. Əvvəl Azərbaycan adlı məmləkətin 200 ildir ki, acı çəkməsinə bais olan 1818 və 28-ci illərdəki Gülüstan və Türkmənçay müqavilələri özünü Azərbaycan türkü sayan hər bir fərdin qan yaddaşında silinməz izlər buraxıb. Yenə də qanı və canı hesabına 20-ci əsrdə 3 dəfə Cənubi Azərbaycanda baş verən inqilabların vəhşicəsinə yatırılması və nəhayət 20-ci əsrin sonunda şimalda Azərbaycanın yarısı olan müstəqil Azərbaycanın yaranması İranın yuxusunu ərşəyə çəkən əsas hadisə oldu. Bu paxıl qonşu siyasətidir, yoxsa öz varlığına hər zaman şübhə və inamsız yanaşan molla siyasəti, hər halda 35 milyonluq Azərbaycanlı reallığı qılınc kimi İranın başı üzərindən asıldığını molla rejimi açıq-aydın hiss edir. Xəzəri Mazandaran gözündə görən xəbis siyasətin nəticəsidir ki, Azərbaycana qarşı hələ müstəqillik dövrünün ilk illərində bu dövlətdən təhdidlər gəlməyə başladı. 1992-ci ildə Azərbaycanda İslam inqilabına cəhd, yenə 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərə vasitəçilik həmləsi və Tehran görüşündən bir neçə gün sonra Şuşanın və Laçının işğalı. Bu problemi bölgə dövlətləri özləri həll etməlidir deyə Molla rejimi dövlət olaraq özünə belə hörmət edib İrəvanın etibardan sui-istifadə siyasətinə təsir etmədi. 1994-cü ildə əsrin müqaviləsi imzalanan vaxt hər cəhdlə bu proses pozulmağa çalışıldı. Xəzərdə Azərbaycana məxsus gəminin saxlanması və ardından Azərbaycanın hava sərhədlərinin mütəmadi olaraq pozulması halları, yalnız Türk ulduzlarının Bakı səmasında nümunəvi uçuşu və Ankaranın sərt mesajlarından sonra təhdidlər dayandırıldı. Xəzərin hüquqi status məsələsində Azərbaycanın marağına zidd siyasət yürütməsi, 2009-cu ilin aprelində BMT-nin baş məclisində Azərbaycanın işğal olunmuş ərazilərinə dair məsələ müzakirə olunarkən İran yenə də erməniləri qırmamaq üçün bir tərəf qaldı. Bir faktda xatırladım ki, Azərbaycanı İsraillə əlaqələrə görə təhdid edən Molla rejimi görəsən bilirmi ki, 1992-ci ildə BMT Təhlükəsizlik Şurasında 822 saylı qətnamə qəbul olunarkən Təhlükəsizlik Şurasının sədri İsrail idi. Və erməni işğalına qarşı bu qətnamənin qəbulunda İsrail xüsusi pay sahibi idi. Hansı ki, həmin vaxt İranın vasitəçiliyi ilə Şuşa və Laçın işğal olundu. Və ən son olaraq İran prezidenti Əhmədi-Necad İrəvanda ermənilər bizim qan qardaşımızdır, biz qohum millətlik bəyanatı səsləndirəndə İslami həmrəylik və İslami dəyərlər harada qaldı? Məyər kafiri, əli müsəlman qanına batmış birisinə yardım etmək həqiqətən müqəddəs kitabımızda məqbul buyurulub? Molla rejiminin bu siyasətinin nəticəsidir ki, Ermənistanda prezidentlər hər çıxışında İranla olan 45 kilometrlik sərhəddi həyat yolu adlandırır. Bu faktları uzatmaq da olar. Hər halda olanlar böyük Allahın diqqət və nəzərindən kənarda deyil. Bir sözlə, dindən və onun müqəddəs dəyərlərindən uzaq düşən mollalar nəyin hesabına olur olsun Azərbaycan adlı dövləti sarsıtmaqda maraqlıdır. İran Anti-Azərbaycan fəaliyyəti göstərən çoxsaylı informasiya resurslarına malikdir. Onların bir qismi İslam ideyalarının təbliği və dini maarifləndirmə adı altında İranın dini ideologiyasını və radikal dini ideyaları yayır. Digər qismi Azərbaycan həqiqətlərini təhrif etmək, Azərbaycanda gedən prosesləri qara rəngdə göstərmək, cəmiyyətdə ziddiyyətlər, qarşıdurma yaratmaq istiqamətində əməli fəaliyyət göstərir. Son terror cəhdi göstərdi ki, İran Azərbaycanla bağlı siyasətində informasiya təxribatından əməli təxribata keçib. Belə ki, Bakıda ictimai xadimin xidməti fəaliyyətinə son qoymaq məqsədi ilə onun həyatına sui-qəsd etməyə, yəni terror aktına hazırlıqda, qanunsuz olaraq küllü miqdarda odlu silah, döyüş sursatı, partlayıcı maddələrin, qurğuların əldə edilməsində və digər cinayətlərdə təqsirli bilinən bir qrup şəxs Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində ifşa olunaraq yaxalandı.
Azərbaycan vətəndaşları Əliyev Rasim Fərailoğlu, Hüseynov Əli Həmzəoğlu, habelə əvvəllər banditizm, adam oğurluğu, quldurluq kimi xüsusi ağır cinayətlər törətdiyinə görə barəsində axtarış elan edilmiş, hazırda İranın Ərdəbil şəhərində yaşayan Dadaşov Balaqardaş Əli Səfoğlu İranın xüsusi xidmət orqanları ilə cinayət əlaqəsinə girərək Bakıda fəaliyyət göstərən xarici ölkə vətəndaşları olan ictimai xadimlərin həyatına sui-qəsd, yəni terror akt etməyə hazırlıq işləri aparıb. Bu məqsədlə qanunsuz olaraq odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edilərək İrandan Azərbaycana gətirilib. Məni burada İranda, İranın Milli Təhlükəsizlik Nazirliyi saxlayır da məni. Deyirlər ki, bəs bu işi sən görməlisən, gördüyümə görə bunun müqabilində sənə vətəndaşlıq da verəcəyik. Mənə bir etibarlı adam lazımdır. Bəs tapa bilərsən, dedim, nə işdir? Dedi ki, Azərbaycanda bir məktəbdə müəllim var, Yahudi millətdə vətəndaşıdır, İsrail vətəndaşıdır, bəs onu vurmaq lazım. Dedi, bəs bir dənə iş var, bilmirəm, görə bilərsən, yox. Dedim, nə işdir? Dedi, bir dənə Yahudi var, onu vurmaq lazım. Eləyə bilərsən, vurmaq yəni öldürmək də. Yaralamaq azad yox, ələ dili ilə dedi ki, yaralamaq azad yox, vurub öldürmək lazım. Bir müddətdən sonra təzədən getdim mən İrana. Getdim, yenə Balaqardaşla evində görüşdüm. Dedim, bəs bir adam tanımışam, belə bir adamdır. Bəs çəkir boynuna deyir, mən elərəm. Bəs pul 200 min istədi. İranın xüsusi dairələrinin bir məqsədi var. Nəyin hesabını olur olsun, siyasi sabitlik pozulmalıdır. İran bizim qonşumuzdur. Mən çox təəssüf edirəm ki, bizim daxili işlərimizə qarışmaq cəhdlər olur. O pislənməlidir. Hər bir cinayətkar da şübhəsiz cəzasını almalıdır. Və İran hakimiyyətindən də bu haqda cavab tələb olunmalıdır. Terror vasitəsilə Azərbaycanda xaos yaratsınlar, Azərbaycan dövlətini zəif göstərsinlər, Azərbaycana xaricin diqqətini azaltsınlar. Onu terror da o məqsədlə planlaşdırdılar ki, və xüsusilə nəzərə alsaq ki, terrorun obyekti kimi nəzərdə tutulmuşdu xarici dövlətin təmsilçisi olan ictimai xadim, yəni bu biraz da belə deyək də, yəni daha çox hay-küy yaradacaqdır. Azərbaycan Cumhuriyyəti var olan gündən bu rejim Azərbaycan Cumhuriyyəti dövlətinin var olmasını istəmir görürsün. Və açıqcasına da bu, siz əgər Fars saytlarını, Fars qəzetlərini oxusunuz, hər həftə, hətta bu ataklardan qabaq, bu həkerlərin işindən qabaqda görürdünüz ki, onların yarım rəsmi qəzetlərində və saytlarında açıqcasına Azərbaycana qarşı yazılırdı. Son proseslər də onu göstərir ki, jurnalist Rafiq Tağırın qətlinin arxasında da İranın xüsusi xidmət orqanları durur. Ayətullah Lənkəraninin fətvası, qətldən sonra onun oğlu Fazil Lənkəraninin fətvaya bəraət qazandıran fikirləri burada İran izinin olduğunu açıq göstərir. Digər tərəfdən məlumdur ki, İranın dini liderlərinin hər hansı şəxsə qarşı fətvasından sonra bu ölkənin xüsusi xidmət orqanları konkret fəaliyyətə keçir. Bunu vaxtilə Salman Rüşdiyə qarşı həyata keçirilmiş davamlı terror cəhdləri də sübut edir. Bu yaxınlarda bir yazışın həyatının itirilməsi də bunun sübutdur ki, bölgədə gərginliyi qabaqlamaq, bəlkə də özündən hədəfi yayındırmaq, Azərbaycanı hər hansı bir mənada hədəfə çevirmək niyyətlərində olan dairələr, xüsusilə də bu planda İranın müxtəlif qüvvələri Azərbaycanın ayrı-ayrı insanlarına, müxtəlif tanınmış temalarına qarşı belə addımlar atmaqla Azərbaycana bunu siqnal göndərirlər ki, hər zaman onlar İranla asılı olsunlar. Hər halda qonşunun sağlığını istər deyimi görünür bizim region üçün keçərli deyil. Bir də ki, sağlıq istəyənin gərək öncə özü sağlıqlı olsun. Bizim bəxtimizdən isə xəstə qonşular düşüb. Bir sözlə, burada ataların sözü keçərli deyil. Həm də ata sözünə qulaq asmaq üçün birinci gərək atanı tanıyasan. İndi gəl baş çıxart. Farslar erməniləri özünün qan qardaşı və qohumu sayır. Ermənilər isə özlərini fransızların balaca bacısı adlandırır. Biz türklərin payına isə bu soysuz və dinsizlərlə mübarizə düşüb. Vaqif Aydınoğlu, həftə sonu üçün. Ötən həftə Azərbaycanın internet məkanına edilən təcavüz də İran adı ilə bağlıdır. Belə ki, sıradan çıxarılan dövlət qurumlarına məxsus 25 saytdan 24-nə müdaxilə məhz İran ərazisindən olub. Əslində bu təxribatın arxasında siyasi mesajlar durur. Hər vəzlə molla rejimi Azərbaycanda gərginlik yaratmaqda maraqlıdır.
Başa vurduğumuz həftədə Azərbaycan son 20 ildə olduğu kimi yenə də cənub qonşumuzun təxribat və təhdidləri ilə üz-üzə qaldı. Müstəqil olduğumuz son 20 il ərzində Azərbaycana qarşı anti-təbliğat maşınını işə salan İran İslam Respublikası bu dəfə tamamilə yeni üsula əl atdı. İran Azərbaycanın bir sıra qurumlarının, o cümlədən ölkənin güc strukturunun internet səhifəsinə hücum etməklə Azərbaycana növbəti siqnal göndərdi. Bu müdaxilələr 24-ü İran İslam Respublikasının ərazisindən, biri isə Niderlanddan daxil olmuşdur. Bütün bu hallara aydınlıq gətirmək üçün mən İran həmkarıma məktub göndərib ondan xahiş etmişəm ki, bizlə birlikdə bizə yardım etsin ki, biz müdaxilələrin dəqiq mənbələrini, mənbə ünvanlarını bilək. Fars Molla rejimi bu dəfə tam fərqli bir üsula əl ataraq Azərbaycanın informasiya məkanını iflic etməyə cəhd etdi. Müəyyən mənada buna nail olduğunu da deyə bilərik. Çünki ölkənin aparıcı dövlət saytlarına Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Konstitusiya Məhkəməsi, Yeni Azərbaycan Partiyası, Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Departamenti, Prezident yanında QHT Şurası, Azərbaycan Dövlət Teleqraf Agentliyi, Trend İnformasiya Agentliyi, Abşeron İcra Hakimiyyətinin internet səhifələrinə giriş bir neçə saatlıq mümkün olmadı. Məlum virtual hücumun İranda hansı qüvvələr tərəfindən təşkil olunması ilə bağlı müxtəlif fikirlər səslənir. Məsələyə münasibəti İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İskəndəri bildirir. Azərbaycanın dövlət və ictimai strukturlarının saytlarına hacker hücumlarının İran dövləti ilə heç bir əlaqəsi yoxdur. Bu cür məlumat Azərbaycan və İran münasibətlərinə zərər verir. Hər dəfə olduğu kimi bu dəfə də Molla rejimindən pərdəsi arxasında gizlənən səfirlik rəsmisi ölkəsinə haqq qazandırmaq üçün bütün şübhələri dövlətin üzərindən kənara çəkməyə çalışdı. Əlbəttə, bu təkcə hansı hakerlərin adi oyun həvəsi deyildi. Belə olmasaydı, ABŞ-ın Sematik şirkəti ölkəmizdə haker hücumlarının araşdırılmasına öz qlobal strukturlarını cəlb etməzdi. Üstəlik dağıdılan saytlarda Azərbaycanın ünvanına yazılan təhqiramiz sözlər və İsrail bayrağının orada qoyulması. Bu aslında Azərbaycana qarşı elan olunan bir müharibədir. Bir müharibədir bunun adı. Bunu açıqcasına Tehran rejiminin başında oturan Ayətullah Xameneyi və onların cümə namazlarında və tanınmış siyasətçilər deyirdilər, biz sayberi savaşına giririk, yəni internet savaşına. Görünür ki, Azərbaycana qarşı təəssüf ki, qonşu çox da dözümlü deyil və kifayət qədər Azərbaycanın içərisində baş verən hadisələrdə bir nevi iştirakçı olmaq istəyir, mənfi hadisələrdə. İstənilən halda bu bir gərginlik yaradır. Və mən düşünürəm ki, gələcək dövrdə bu proseslərin dövlətlərarası ciddi gərginliyə çevrilməsi halı perspektivi böyükdür. Hakerlərin motivləri 3 cür ola bilər. Birincisi, hakerlər öz reytinqlərini artırmaq üçün, daha güclü olduqlarını sübut etdirmək üçün sadəcə saytları dağıdırlar. İkinci, banka hesabları, bank nömrələrinin əldə olunması və oğurlanması. Üçüncüsü və ən genişi, siyasi motivlərə görə hakingdir. Buna virtual müharibədə deyilir. İş o yerə çatdı ki, artıq yerli hakerlər və proqramçılar da qarşı tərəfin hərəkətinə bir cavab verdi. Özlərini Piraskru adlandıran haker qrupları İranın dövlət qurumlarının saytlarında Azərbaycanın bayrağı və 20 yanvarı unutmadı sözləri yerləşdirildi. Biz heç kimlə müharibəyə girməmişik və girmirik də. Vurulan zərbəyə cavab verdik. Dövlətimizə, dinimizə, bayrağımıza, Azərbaycan millətinə qarşı olanlarla mübarizədəyik hər zaman. Azərbaycanın dövlət qurumlarının saytlarına edilən müdaxilə, mən bir mənalı şəkildə deyə bilərəm ki, xaricdən edilmişdi. Azərbaycan daxilində belə bir qrup, şəxs və yaxud da belə bir motivi olan insan yoxdur. Bu həqiqətən xarici ölkələrdən olunan hücumlardır. Bizim yerli həkerlər onsuz da eləmirlər, yəni ki, bunun üçün dalınca qaçmırlar. Çünki biz nədir, həkerlik eləyib ondan bir şey əldə etmək lazımdır. Yəni, həkerlik onu eləyirsə, bundan reklam əldə etməlidir. Yəni, bundan bir imaj qazanmağa çalışır. Bəs bununla eyni dinə qulluq etdiyimiz, üstəlik də qonşumuz olan İran nə demək istəyir? Onlar barışmaz bir mövqeydədirlər bizim əleyhimiz, Azərbaycan əleyhinə. Biz bundan qorxmamalıyıq da, çəkinməməliyik də. Sadəcə hazırlı olmalıyıq. Çünki düşmən bəllidir, onun ideologiyası bəllidir. Azərbaycan davamlı olaraq İrana bir çox məsələlərdə həmişə güzəştə gedib və mümkün qədər beynəlxalq miqyasda İranın hörməti olmamasına baxmayaraq Azərbaycan bir qonşuluq baxımından çalışır ki, bu səviyyəni qorusun. Amma İran tərəfi gedərək bunu əgər sərtləşdirirsə, təbii ki, Azərbaycan bu aspektdə, bu coğrafiyada tək deyil və İrana qarşı istənilən Azərbaycanın müttəfiqi Azərbaycana
dəstəkləyə bilər. Zərbə həm də kiberhücumla gəldi. 25 saytın dağıdılması başqa bir məsələni, informasiya müharibəsi və informasiya təhlükəsizliyi məsələsini aktuallaşdırdı. Gələcəkdə hacker hücumları ilə qarşılaşmamaq üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi kompleks tədbirlər görməyə hazırlaşır. Elektron hökumət layihəsi çərçivəsində dövlət saytlarının yaradılmasına tamamilə audit edəcəyik və onlara yenidən yeni baxış, hətta bəlkə əgər mümkünsə dövlət veb saytlarının yaradılmasında, məsuliyyətli veb saytlarının yaradılması üçün müəyyən sertifikatların da tətbiq olunması haqqında biz fikirləşəcəyik. Qeyd edək ki, kibercinayətkarlığa qarşı mübarizəyə dair 2001-ci ilin noyabrın 23-də Avropa Konvensiyası qəbul olunub. Avropa Şurası üzv olan ölkələrin hamısı, eləcə də Azərbaycan 2009-cu ilin 30 sentyabrı tarixində bu konvensiyanı ratifikasiya edib. Kibercinayətkarlığa qarşı beynəlxalq konvensiyanın şərtlərinə əsasən hər hansı bir dövlətin ərazisində digər dövlətə qarşı cinayət işlənərsə, o zaman həmin dövlət birbaşa məsuliyyət daşıyır. Aytən Tağıyeva, həftə sonu üçün.